Həkim, bir sual verə bilərəm. Buyur. Qadınların kişilərdən çox hiss etdiyi problem nədir? Hardan tapırsan bu sualları? Bunlar əslində bir psixoloqa veriləsi suallardır, amma madəm ki məndən gözləyirsiniz, mən də kiçik bir şey danışa bilərəm əlbəttə ki, bu problemlərlə bağlı. Kişilər simptomları gizlədə bilir, amma davranışları gizlədə bilmirlər. Qadınlar isə sözdən əvvəl enerji dəyişikliyini həmən hiss edirlər. Çünki qadınlar tamamilə kişilərdən 10 bal sistemi ilə götürsək 9 dəfə artıq hissiyata malikdirlər. Yəni fiziki olaraq kişilər güclü ola bilirlər. Çünki niyə? Kişilərdə testosteron vardır və fiziki olaraq güclü ola bilirlər. Amma qadınlar isə ağrıdır, emosional dayanıqlıqdır, stressdir. Bunları isə kişilərdən daha yaxşı keçirirlər. Burada nə anlaşılır? Kişilər ağır yük qaldırır, amma qadınlar isə bütün həyatı qaldırırlar. Burada Cem Yılmaz'ın bir skeçi yadıma düşdü. Kadın insanın bir üst modelidir arkadaşlar. Evet. Bütün yaratılış hikayelerinde kadın sonra yaratılmıştır. Erkek yani bir taslak gibi düşün. Yaradan yapmış erkeği. Demiş ki lan ben bunun daha iyisini yaparım. Ve yeni modelde sorun çıkaran parçaları kullanmamış.